Bu günləri Shein-dən sifariş verdiyimiz məhsulları Smart Customs'da necə bəyan edə bilərik, bunu göstərəcəm. Həm kargo ilə sifariş verdiyiniz məhsulları, həm də birbaşa sifariş verdiyiniz məhsulları necə Smart Customs daxilində bəyan etməyi, əlavə olaraq da kargo vasitəsilə sifariş verən zaman hansı ki invoice faylı yükləmək lazımdır. Onu necə kargo şirkətinin proqramında və yaxud da saytında yükləyə bilərik, onu göstərəcəm. Videonu mütləq, yəni hissələrini qaçırmadan izləyin ki, hər hansı bir problem yaşamayasınız. Dəyərli izləyicilər, bu videomuzun daha çox insanın qarşısına çıxması üçün videonu mütləq bəyənməyi unutmayın. Siz videonu bəyəndikcə YouTube-un alqoritması videomuzu daha çox insanın qarşısına çıxardır və daha çox insanın qarşısına çıxdıqca daha çox insan bu videodan yararlanır. Həmçinin də mənə dəstək olursunuz dəyərli izləyicilər. Və indi isə çox vaxtınızı almadan keçək videoya. Dostlar, Shein-dən sifariş verdiyimiz məhsulları necə bəyan edə bilərik? Bu videoda onu öyrədəcəm. Bu video vasitəsilə həm Shein-dən birbaşa sifariş edəndə necə bəyan edə bilərik və kargo vasitəsilə sifariş edəndə necə bəyan edə bilərik, bunları öyrənəcəksiniz. Bəyan etmək üçün ilk öncə nələri etmək lazımdır, mən sizə onu göstərim. Əgər kargo ilə sifariş etmişiksə, biz kargodan SMS alacağıq ki, məsələn, keçən videoda mən sizlərə postkargo vasitəsilə sifariş verməyi öyrətmişdim. Postkargo əgər bizə SMS göndəribsə bəyanla bağlı, biz artıq məhsulumuzu bəyan edə bilərik deməkdir. Yəni, məhsulumuz xarici ambara daxil olubdur deməkdir. Bəyan etmək üçün gəlirəm Shein-ə və burada Me bölməsinə daxil oluram. Biz buradan Ship It bölməsinə daxil oluruq. Daha sonra All Orders bölməsinə gəlirik. Gördüyünüz kimi burada bizim məhsullarımız mövcuddur. Hansı ki, bu məhsulları biz xarici ambar vasitəsilə sifariş vermişik və bu məhsulları bəyan edəcəyik. Baxın, burada Track bölməsinə daxil olduğumuz zaman gördüyünüz kimi Delivered statusu alıbdır. Bu köhnə sifarişdir. Yəni mən köhnə sifarişlərindənsə göstərəcəm. Baxın, sizdə də məsələn Şeqlamdan Shein məhsullarını sifariş etdiyiniz zaman və yaxud da fərqi yoxdur, Şeqlam məhsulları olmasın, başqa bir Shein-dən aldığınız məhsullar burada Delivered statusu aldığı zaman artıq bilirsiniz ki, məhsulunuz sizin postkargoya verilibdir. Yəni oradakı anbarınıza təhvil verilib, çatdırılıbdır deməkdir. Daha sonra gəlirik biz Google-a və Google-dan postkargo.az-a daxil oluruq. Postkargonun öz tətbiqi də var. Mən sizə göstərim. Postkargonun öz tətbiqi də mövcuddur burada gördüyünüz kimi və burada bağlamalar bölməsi var. Amma bağlamalar bölməsinə daxil olduğumuz zaman nəsə burada problem var deyə mən sizə, indi sizdə də ola bilər yaşansın, ara sıra belə bir çətinliklər olur. Ən yaxşısı Google üzərindən postkargo.az-a daxil oluruq. Postkargo.az-a daxil olduqdan sonra sağ tərəfdə 3 xəttə klik edirik. Daha doğrusu 3 xəttin sol tərəfində olan adam işarəsinə klik edirik. Daha sonra bağlamaların bölməsinə toxunuruq. Bağlamalar bölməsinə gəldikdən sonra burada bizim məhsulumuzun bura düşdüyünü görəcəksiniz. Siz də, məndə məsələn burada invoice yüklənib qeyd olunub və ödənilib yazıbdır. Sizdə belə olmayacaq. Baxın, sizdə yuxarıdakı kimi invoice yüklə qeyd olunacaq ki, hansı ki biz bura invoice yükləməliyik. Baxın, invoice yüklə üzərinə klik etdikdən sonra siz gələcəksiniz, deməli, Shein-dən, baxın, Shein-də bu hissədən, yəni sifarişləriniz olan hissədən screenshot alacaqsınız. Əsas bizə lazım olan burada qiymətləri düşməkdir. Baxın, aşağıda botun qiyməti $28, yuxarıda da $8. Deməli, donun qiymətidir. O qiymətlər düşdükdən sonra artıq biz buradan gəlib mağaza olaraq, yəni invoice yüklə deyib, indi invoice yüklə deyək, açılsın. Buradan Shein yazacaqsınız. Kateqoriya olaraq isə məsələn paltar, geyim seçəcəksiniz və invoice yüklə deyəcəksiniz. Ondan sonra fotoğraflar yerindən isə bayaq ekran görüntüsü aldığımız, yəni screenshot aldığımız həmin o qiymətlər düşən Shein-dən çəkdiyimiz şəkili ora yükləyəcəksiniz və invoice'umuz hazır olacaq. Daha sonra isə Smart Customs-a düşəcək bizim məhsullarımız. Smart Customs-a daxil ola bilmirsinizsə, yuxarıda sağ tərəfdə çıxan kartlardan da Smart Customs-a necə daxil ola bilərsiniz, həmin videonu izləyə bilərsiniz. Smart Customs-a daxil olacaqsınız. Mən indi daxil olacağam MyGov ilə. Smart Customs-a daxil olduqdan sonra buradan elektron ticarət və bəyan edilməmişlər bölməsindən həmin məhsul buraya düşəcək. Buradan biz bəyan et deyəcəyik. İndi məndə hal-hazırda mövcud olmadığı üçün mən sizə bəyan et vurduqdan sonra bu hissədə sizdə bəyan et çıxacaq. Bəyan et vurandan sonra
sonra növbəti mərhələdə nələr olacaq onu göstərəcəm. Baxın, sizdə bu hissə avtomatik özü dolacaq. Yəni burada heç nə yazmayacaqsınız. Sonra irəli deyəcəksiniz. Yəni məndə indi bu hissə boşdur. Yəni sizdə dolu olacaq, heç nəyə də əl vurmayacaqsınız. İrəli vuracaqsınız. Aha, növbəti səhifədən əlavə et deyəcəksiniz. Malın daxil olduğu qrup yenə paltardsa paltar seçəcəksiniz və yaxud başqa bir şeydirsə başqa bir şey. Alt qrupa digər. Ümumi invoice qiymətinə isə gələcək şeyində nə qədər ödəniş etmişiksə, məsələn $8.54 burdadır. $28.65 də burdadır. Bunların toplamı eləyir. Bunların cəmi $37.19 eləyir və burada $37.19 yazırıq. Valyuta yerinə ABŞ dolları seçirik. Daşınma xərci yeri isə sizdə burada özü avtomatik qeyd olunacaq. Bura siz heç nə yazmayacaqsınız. Mən indi 0 qeyd eləyirəm. Sizdə yəni bura dolu olacaq. Bir daha qeyd eləyirəm. Daha sonra irəli vuracaqsınız. Burada bəyannamədə yanlış məlumat göstərməməyi seçəcəksiniz və təsdiqlə deyəcəksiniz. Tamamla olacaq və salam. Sizdə burada bir də Azərpost yazılmayacaq. Post Cargo yazılacaq. Aha, Post Cargo yazılacaq. Yəni kargo vasitəsilə məhsul sifariş verəndə bu şəkildə bəyan olunur. İndi birbaşa sifarişdə necə bəyan edə bilərik onu göstərəcəm. Siz əgər Shein-dən birbaşa sifariş etmisinizsə, bir dəqiqə, Shein tətbiqinə daxil olaq. Yenə həminki qaydada gəlirsiniz. Burada deməli My Orders, View All Orders, yəni sifariş tərviz bölməsinə daxil olursunuz. Buradan məhsulları əgər tək-tək sifariş etmişsinizsə, məsələn gördüyünüz kimi burada bizdə ayrı-ayrı tracking ID ilə verilib. Əgər sizdə bir tracking ID-dədirsə də, məsələn 3 dənə məhsul sifariş vermisiniz, hamısı eyni tracking ID ilə gəlirsə, bunları siz birlikdə bəyan edəcəksiniz. Yox, ayrı-ayrıdırsa əgər, ayrı-ayrı bəyan edəcəksiniz. Məsələn, atıram bir dənə məhsul üzərindən göstərirəm. Mən bot sifariş vermişik, məsələn, birbaşa. Burada gəlirik tracking bölməsinə. Sizdə burada izləmə kodu olacaq. Böyük ehtimal ki, sizdə burada USPS yox, RMX yazıla bilər. Ondan sonra Starex yazıla bilər. Starex yazılanda çox vaxt özləri bəyannamə Smart Custom'ı əlavə edirsiniz. Amma məsələn RMX yazılıbsa, buradan tracking ID-ni kopyalayırsınız. Gəlirik Smart Custom'a. Buradan plusa klik edəcəyik və orada mobil nömrəmiz və fin kodumuz düşməsin deyə mən indi həmin hissəni növbəti mərhələdən davam edəcəm. Bu növbəti hissədə bura bağlamamızın izləmə kodunu qeyd edirik. Bağlamanı gətirən post yerinə isə deməli Aramex yazırıq. Aramex Pegasus. Göndərən ölkə Çin, satıcımız Shein. İrəli vururuq, əlavə etdirik. Malın daxil olduğu əsas qrup ayaqqabı, bot, uzun boğaz çəkmə yəni. Ümumi invoice'umuz nə qədər idi onu qeyd edirik. Deməli invoice qiymətimiz $28.65. Valyuta yerinə ABŞ dolları, daşınma xərcinə isə əlavə nəsə bir pul ödəmişiksə, onu qeyd edirik. Daşınma xərci məsələn $3, $5. Nə qədər əlavə ödəmişiksə 28 məhsulun qiymətinə əlavə. Məsələn $3-dırsa $3 və yaxud da ödənişsiz çatdırılmalısa $50 üzəri sifariş vermisinizsə, bura 0 qeyd edirsiniz. Daha sonra irəli vurursunuz və burada bəyannamədə yanlış məlumat olmadığını təsdiqləyib irəli vurursunuz və tamamlayırsınız. Bu qədər. Yəni həm kargo vasitəsindən, həm də birbaşa sifarişdə məhsullarınızı necə bəyan edə bilərsiniz? Rahat bir şəkildə öyrəndiniz. İnanıram ki, qaranlıq qalan bir məqam qalmadı. Əlavə nə suallarınız olarsa, mütləq şərh bölməsində qeyd etməyi unutmayın. Sizə vaxt tapdıqca şərhlərinizə cavab verib köməklik göstərəcəm. Minnətdaram. Və dəyərli izləyicilər, daha bir videonun sonuna gəldik. Çatdıq. İnanıram ki, hər biriniz üçün faydalı bir video olmuşdur. Aşağıdan mütləq kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqqda məlumat olmayan dostlarınızla videonun linkini kopyalayıb onlarla da bölüşməyi unutmayın. Gələcək videoların nə haqqında olmağını istəyirsinizsə, aşağıda şərh bölməsində də qeyd edə bilərsiniz. Hələlik.